Axşamınız xeyir komanda, hər kəsi salamlayıram. Ramazan ayı münasibətilə hər birinizi təbrik edirəm və mən Babayeva Aynurə, BT5000 bugün sizə bizim sorbentlərimiz haqqında məlumat vermək istəyirəm. Ümumiyyətlə, onunla başlamaq istəyirəm ki, həyatımızda hər gün orqanizmimiz yüzlərlə kimyəvi maddələrə məruz qalırıq. İçdiyimiz qidalar, qəbul etdiyimiz qidalar, içdiyimiz sular, çaylar, ümumiyyətlə konservantlar, rəngləyici qatqılar bizim hər gün orqanizmimizə müxtəlif təsir edir. Hər gün orqanizmimizə viruslar, infeksiyalar, bakteriyalar, patogenlər, allergenlər, şlaklar, toksinlər və s. kimyəvi maddələr bizim orqanizmimizə daxil olur. Nəticədə immun sistemimiz zəifləyir və insan tez-tez xəstələnir və yaxud da qrip olur. Bu zaman insanda bəzi xəstəliklər baş qaldıra bilir. Müəyyən mədə-bağırsaq sistemində problemlər, allergiyalar, immun sisteminin pozulması, dəridə qırışmalar, dəridə ləkələr, dərinin yağlanması, saç tökülmələri, saçda bəzi problemlər, yağlanmalar, qırılmalar və s. kimi xəstəliklər baş verə bilir. Və insan zaman keçdikcə özünü çox narahat, zəif və yorğun hiss edir. Mən sizə çoxdan yolunu gözlədiyimiz sorbentimiz haqqında, Joy Comfort haqqında məlumat vermək istəyirəm. Ümumiyyətlə, Joy Comfort sorbentimiz oynaq qığırdaq yeyilmələri zamanı oynaqlarda problemləri olan insanlara çox gözəl təsir göstərə bilir. Mən sizə biraz oynaq haqqında məlumat vermək istəyirəm. Oynaq ağrıları ümumiyyətlə orqanizmdə baş verən hansısa bir problemin, hər hansısa bir xəstəliyin əlamətidir. Artroz və yaxud da yaşla əlaqəli osteoporoz, osteoxondroz, osteoartrit bunlar orqanizmdə bəzi proseslərin nəticəsində əmələ gələn qığırdaq və oynaq problemləridir. Qan artrozu deyilən bir xəstəlik var. Bunlar zaman keçdikcə dizlə ağrılar başlayır. İnsan ayaq üstə durarkən, hərəkət edərkən, tez-tez ayaqlarda və dizlərdə çox şiddətli ağrılar baş verir. Bunun nəticəsində insan biraz istirahət etdikdən sonra və yaxud hər hansı bir ağrıkəsici qəbul etdikdən sonra bu simptomlar aradan qalxır. Ancaq zaman ötdükcə ağrıkəsicilər artıq insana təsir etməməyə başlayır və bunun nəticəsində də ağrılar şiddətlənir və insan hətta öz gündəlik işlərini belə yerinə yetirməkdə çox çətinlik çəkir. Duzlaşma diz qapağının altında da duzlaşma baş verir. Bu zaman nə olur? Bu zaman insan ayaq üstə dura bilmir, piyada gəzə bilmir, pilləkənləri çıxıb düşə bilmir, əyilib dura bilmir, oturduqdan sonra ayaq üstündə dura bilmir və bu zaman oynaqlarda ciddi ağrılar və bir çox fəsadlar baş verə bilir. Mən sizə bizim Joy Comfort'un tərkibində olan bitkilər haqqında məlumat vermək istəyirəm. Bunun tərkibində alma pektini, kollagen, inulin və başqa xeyirli bitkilər var. Alma pektini Yunanca pektos deməkdir, yəni bərkitmək, yığmaq deməkdir. Bu nədir? Bu, orqanizmimizə yığılan toksinləri, yığılan şlakları, ağır metalları özünə çəkir və orqanizmdən çox gözəl şəkildə çıxartmaq xüsusiyyətinə malikdir. Öd kisəsində daş əmələ gəlməsinin qarşısını alır. Orqanizmdə çox miqdarda, ümumiyyətlə pektinlər orqanizmdə çox miqdarda suyun özündə saxlanması və yığma qabiliyyətinə malik olan bir Allahın yaratdığı bir möcüzədir. Biz ümumiyyətlə hər gün orqanizmimizə 4-5 qram pektinləri qəbul edirik. Bu pektinlər bizim orqanizmimizə meyvələrdən, tərəvəzlərdən, bitkilərdən və bir çox qidalardan gün ərzində 4-5 qrama yaxın bizim orqanizmimiz pektinləri qəbul edir. Kollagen isə bədənin müxtəlif birləşdirici toxumalarından ibarət olan hüceyrədən kənar yaşayan bir proteindir.
Əsasən qığırdaq, bağ, sonra mətər, dəri kimi birləşdirici toxumalarda yığılır və ümumiyyətlə görürsüz, insanın bir yeri kəsildiyi zaman dəri başı bir müddət sonra özü-özünə yapışmağa başlayır. Bu, dəri altında yaşayan həmin bu toxumaların sayəsində onlar bir-birinə birləşərək və yeni bir dəri əmələ gətirir. Və buna görə də həmin bu toxumalar qığırdaqlarda, sonra sümüklərdə çox böyük, yəni bu kollagen çox böyük rol oynayır. Həm qan damar sistemini gücləndirir və toxumaların inkişafına çox gözəl təsir göstərir. Həm də mən sizə bir dənə sirr deyim. Bizim bu Joy Comfortu bilirsiniz ki, mən həmişə onu xaş adlandırıram. Təbii xaşdırsa həqiqətən də həm kollagen dəriyə də çox gözəl təsir edir və yaşlanmanın çox gözəl qarşısını ala bilir. Bu Joy Comfortu içdiyiniz zaman o ki, stəkanın ətrafındakı o qalır, onları tullamayın, onu götürün həmin o kollageni, həmin Joy Comfortu üzünüzə maska edin və çox gözəl şəkildə üzünüzün dartıldığını və dərinizdə olan qırışlarının zaman keçdikcə yoxa çıxdığını, yəni şahidi olacaqsınız. Ümumiyyətlə 2011-ci ildən sonra alimlər kollagenin 28 növünü artıq aşkar olunub və bəzi kosmetik vasitələrdə kollagenin istifadəsi çox geniş yayılmışdır. Və həm də 30-40 yaşından sonra qadınlar mütləq şəkildə kollagen qəbul etməlidirlər. Və Joy Comfortun içindəki başqa bir inulindir. İnulin də çox gözəl probiotikdir. Tez həll olunan lifli qidadır və bir çox meyvələrin, tərəvəzlərin və göyərtinin tərkibində olur. Bunun da tərkibində çoxlu güclü minerallar, vitaminlər, xüsusilə də orqanizmdə olan bəzən görürsünüz ki, bizdə maqnezium və yaxud kalsium istəyirlər içməyə. Bu zaman biz ona nə məsləhət görürük? Birinci növbədə mədə bağırsaq sisteminin təmizlənməsini göstərir. Çünki probiotiklər və yaxud da hər hansı bir inulin orqanizmə düşdüyü zaman bağırsaqların mikroflorasını bərpa edir, mikrofloranı təmizləyir və inulinin sayəsində orqanizmə qəbul olunan maqnezium və kalsium bu zaman sorulmağa başlayır. Ona görə birinci növbədə hansı bir vitamin və mineral qəbul etməkdən əvvəl biz insanlara nə məsləhət görürük? Mədə bağırsaq sisteminin təmizlənməsinə mütləq şəkildə bunlara məlumat vermək lazımdır. Həm də inulin insanı çox gözəl arıqlamağa kömək eləyir, bir də toxluq hissi verir. Və ikinci sorbentimiz, mənim ən sevdiyim sorbentlər haqqında saatlarla danışaram. Bu bizim gözəl pikimizdir. Pik ümumiyyətlə tərkibində bir çox, yəni çoban yastığı, kəklik otu, topinamur bitkisi var. Mən sizə ancaq topinamur bitkisi haqqında məlumat vermək istəyirəm. Topinamur bitkisi bizim bildiyimiz yer armudu və yaxud bəzi yerlərdə isə yer alması deyilən bir bitkidir. Elmi dili isə topinamur bitkisidir. Pik ümumiyyətlə orqanizmdə olan toksinləri, orqanizmdə olan zərərli maddələri özünə birləşdirir və tez bir zamanda orqanizmdə sürətli şəkildə çıxmasına şərait yaradır. Nəyə xeyri var inulinin, yəni pikin? Deməli, saçların tökülməsinin qarşısını alır, dırnaqları möhkəmləndirir, üz dərisini gözəlləşdirir. Tərkibində A və C vitamini olduğuna görə antioksidan təsir göstərərək həm yaddaşa, həm beyinə, həm dəriyə çox gözəl təsir göstərir. Həzm sistemini yaxşılaşdırır, maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmdə olan toksinləri, zərərli maddələri, işlaqları orqanizmdən xaric edir. Qanda şəkərin səviyyəsini yəni aşağı salır. Yəni şəkər xəstələrinin birinci növbədə qəbul edəcəyi bir sorbentdir. Çünki pik ümumiyyətlə həm orqanizmdə olan, kimdə ki şəkərli diabet varsa və yaxud insulin dirənci olan xəstələrə çox möhtəşəm təsir göstərir. Bir də mən deyərdim ki, baxın, duzlaşmadır, orqanizmdə olan bəzi, necə deyim, ləkələrdir, köpdür,
mədə yanmalarıdır, mədə xorasıdır. Ümumiyyətlə, bağırsaqların birinci növbəli peristaltikasının işlənməsinə və peristaltikasının yaxşı işlənməsi. Peristaltika nədir, dostlar? Peristaltika bağırsaqların açılıb bağlanmasını, yəni onu çox gözəl sürətlə sürətləndirir. Pik ləmbranın birinci növbəli düşmənidir. Baxın, kimlərdə ki, ləmbra xəstələri varsa, yaxud ləmbrozdan əziyyət çəkənlər varsa, onlara siz piki təyin edə bilərsiniz. Çünki pik ləmbranın çox gözəl şəkildə orqanizmdən təmizləyir. Qaraciyəri təmizləyir, qaraciyərin toxmalarını təmizləyir, qaraciyərdə olan xolesterin səviyyəsini aşağı salır. Sonra həzmi yaxşılaşdırır. Məsələn, kimdəsə köp varsa və yaxud da bir nəfər səhər piki içmisinizsə və yaxud da indi görürsünüz ki, mədədə günortadır, və yaxud axşam yemədə yenə yanma varsa, həmən dəqiqə piklə bir stəkan, bir çay qaşığı əlavə edərək çox gözəl şəkildə anında mədədə rahatlanma, köpün azaldığını hiss edə bilərsiniz. Sonra bizim üçüncü gözəl sorbentimiz ProLife haqqında mən sizə məlumat vermək istəyirəm. Bilirsiniz ki, böyük şəhərlərdə yaşayan insanlar artıq ümumiyyətlə ekologiyamız o qədər çirklənir və insanlar o qədər hərəkətsizləşiblər ki, bunların limfatik sistemlərində, bir sıra ürək-damar sistemlərində ciddi xəstəliklər əmələ gəlir. Bu toksinlər necə orqanizmə yığışır? Ümumiyyətlə, bizim limfatik sistemlərimiz, yəni damarlarımız əzələlərimizin sayəsində hərəkət edir və əzələlərimizin sayəsində də insan sağlam qalır. Çox hərəkət edən, idmanla məşğul olan insanlar biraz özlərini daha çox gümrah hiss edirlər. Əvvəllər xanımlar ev işlərini əllə görürdülər. Məsələn, bəzi yəni texniki vasitələr yox idi deyə insanlar daim hərəkətdə idilər və buna görə də insanların orqanizmi daha sağlam idi. İndi texnologiyanın inkişaf etdiyi bir dövrdə insanların az hərəkət edirlər və daim oturaq şəraitdə, daim telefon əllərində və hərəkət az olduğu müddətdə limfatik sistemlərdə çirklənmələr baş verir. Və bu çirklənmələrin qarşısını almaq üçün isə bizim köməyimizə, bizim orqanizmimizi ən gözəl təmizləyən ProLife bizim köməyimizə gəlib çıxacaq. Tərkibində onun da alma pektini var. Alma pektini haqqında danışdım. Kuru çayı səna yarpağı var və exnasey və itburnu bitkisi var. Mən sizə kuru çayı və səna haqqında məlumat vermək istəyirəm. Bəzən insanlar deyir ki, mən səna çayını içdiyim zaman səna ziyanlı bir bitkidir. Bəli, ziyanlıdır, çünki onu tək içdiyiniz zaman qaraciyərin toxumalarını məhv edir və bağırsaqlarda tənbəllik yaradır. Və daim sizdən bağırsaqlar sənanı qəbul etdiyiniz zamanı göstərir ki, onlar öz işini bərpa etsinlər. Bunun üçün bizim alimlərimiz, yəni hər bir bitkinin yanında hansı bitkinin olacağı haqqında artıq onlar özləri qərar veriblər və onun yanında mütləq şəkildə sənanın yanında kuru çayı olanda, yəni bu sizə heç bir yan təsir və yaxud da bağırsaqlara ciddi şəkildə heç bir təsir göstərmir. Çünki kuru çayı bağırsaqların işli fəaliyyətini yaxşılaşdırır, səna və bağırsaqların tənbəlləşməyə qoymur. Ona görə də kuru çayı və səna həm yüngülləşdirir, yəni bağırsaqların yüngülləşdirmə təsirinə malikdir. Yəni rahat şəkildə qəbizlikdən əziyyət çəkənlər üçün bağırsaqları yumşaldır və rahat şəkildə orqanizmi təmizləyir. Kuru çayı mikrob əleyhinədir, bakteriyaları və virusları çox gözəl şəkildə orqanizmdən təmizləyir. Disbakterioz, yəni mədə bağırsaqda ishal, yəni hər hansı bir qida qəbul etdiyi zaman insan yəni tez bir anında, yəni bağırsaqlar açılır və burada biraz insanlarda diskomfort hissi yaradır. Qida zəhərlənmələri zamanı mədədə qıcqırma, köp, yəni belə hallar olar. Ümumiyyətlə, mədə bağırsaq sistemində hər hansı bir problem olarsa, kuru çayı çox gözəl şəkildə kömək göstərir. Bir də kuru çayı ginekoloji, yəni qadınlar üçün nömrə 1 və ideal bir bitkidir ki, xanımlarda və yaxud hər hansı bir xəstəliklər zamanı, ginekoloji xəstəliklər zamanı bu kuru çayı xanımlara çox gözəl təsir göstərir. Sidik qovucudur.
həm sistit, həm böyrəkdə və yaxud sidik yolların, sidik kanallarında iltihab olan zaman, mikrob olan zaman həmin bu proseslər olan zaman Kuru çayı çox gözəl şəkildə bu problemləri aradan qaldırır. Və mərkəzi sinir sisteminə də çox gözəl təsir göstərərək sinirləri sakitləşdirir, yuxunu normallaşdırır, orqanizmdə olan pis bədxassəli şişləri orqanizmdən təmizləyir. Ən əsası da hər kəsin yaralı yeri arıqlamağa çox gözəl təsir göstərir. Bir də Kuru çayı limfatik sistemləri, ürək damar sistemləri üçün ən gözəl, unikal bir bitkidir. Purolife biz məsələn piki biz sadaladığım bir problemlərdə istifadə edirik. Purolife isə ürək damar sistemi xəstəlikləri zamanı, tromblar zamanı, limfatik sistemlərin bərpası zamanı çox gözəl təsir göstərir. Sadəcə olaraq onların tərkibində bəzi bitkilərin xeyri haqqında sizə məlumat vermək istəyirəm və ən gözəl bitkini də çox sevdim. Bu Echinacea bitkisi və itburnu cövhəridir, itburnu çiçəyidir, bağışlayın. Deməli, immun sistemini, həmin bu iki bitki çox gözəl şəkildə immun sistemini bərpa eləyir. Orqanizmdə bilirsiniz ki, bəzi bakteriyalar, xeyirli və zərərli bakteriyalar var. Ümumiyyətlə, hər bir insan orqanizmdə 8 kiloqrama yaxın xeyirli bakteriyaları daşıyır. Və üzr istəyirəm, 2 kiloqrama yaxın xeyirli bakteriyalar daşıyır və 8 kiloqrama yaxını isə zərərli maddələr yaşayır. Yəni, insanlar hər hansı bir bizim məhsulları içdiyi zaman tez bir zamanda arıqlama hissi ilə. Niyə görə? Çünki orqanizmdə olan 8 kiloqrama yaxın nəcis, yəni orada şlaklar, toksinlər, bunlar hamısı tez bir zamanda orqanizmdən xaric olduğuna görə insanlar özlərini daha gümrah, daha sağlam, daha rahat hiss eləməyə başlayırlar. Və patogen bakteriyalar isə orqanizmdə bir çox xəstəliklər yaradan bakteriyalardır. Onlar məsələn ağız boşluğunda, daha çox ağız boşluğunda yaşayırlar. Əgər siz soyuq su içdiyiniz zaman həmin bakteriyalar mədəyə doğru, bağırsaqlara doğru, yəni tez bir zamanda özlərini bağırsaqlarda yerləşdirirlər ki, çünki onlara istiliyi daha çox sevdiklərinə görə orada gizlənirlər və orqanizmdə sərin su və yaxud hansı bir içdiyiniz soyuq bir içki getdikdən sonra onlar yenidən biz yatarkən və yaxud da ki, burun-boğaz sistemimizə yaşamağa yenidən öz yerlərinə qayıdır və orada yaşamağa başlayırlar və bir çox, yəni demək olar ki, ən ağır xəstəliklər yaradan bakteriyalardır. Və Echinacea da bu patogen bakteriyaların məhv eləməsində birinci nömrəli bir bitkidir. Ümumiyyətlə, orqanizmə olan soyuq dəymələr, iltihablar zamanı, sonra aşağı və yuxarı tənəffüs yolu, yəni boğaz, burun yollarının təmizlənməsi zamanında, sonra açıq yaralar, mədə yaraları, xoralardır, asma bronxit xəstələri, vərəm xəstələri üçün təbii antibiotik. Ümumiyyətlə, Echinacea bitkisi böyük bir, yəni güclü bir antibiotik, yəni təbii antibiotik. İnsan orqanizminə heç bir əks təsiri yoxdur. Dəri xəstəlikləri zamanı da çox gözəl təsir göstərir. İtburnu. İtburnu hamımıza məlum olan bitkidir və biz bilirik ki, biz itburnunu hər zaman soyuq dəymələr zamanı, viruslar zamanı, və qızdırmalar zamanı istifadə olunan ən gözəl, unikal bir bitkidir. Tərkibi bir çox faydalı vitamin və minerallar var, amma ən çox vitamin C ilə, hamımız bilirik ki, itburnu vitamin C ilə çox zəngindir və vitamin C də orqanizmdə viruslara qarşı, virusların əleyhinə, immunitet sisteminin qaldırılmasına, iltihab əleyhinə çox unikal bir vitamindir. Tərkibində B1, B2, K vitaminlə yanaşı zülal minerallar, kalium, maqnezium, fosfor və sair vitamin və minerallar var. Spazma əleyhinə çox gözəl təsir göstərir itburnu, xora, yəni ki, mədə-bağırsaq sistemində, sonra şəkərli diabet xəstələri içində, şəkərin səviyyəsini aşağı salmasında, hətta təzyiqin aşağı salmasına da çox gözəl təsir göstərir
və ümumiyyətlə mən deyərdim ki, it burnu ürək damar sistemində, bax diqqətlə qulaq asın, ürək damar sistemində unikal bir bitkidir. Yəni bu zaman damarların yaxşılaşmasında, damarların genişlənməsində, damarların tromblaşmanın aradan qaldırılmasında, ümumiyyətlə ürək damar sisteminin saat kimi işləməsində çox gözəl rol oynayan unikal bir bitkidir. Sonra çoban yastığı var tərkibində. Çoban yastığı bitkisi də çox gözəl, onun da tərkibində B1, B2, B6, B9, A və B12 kimi çox gözəl vitamin və minerallar var. O da dəri, miqren ağrıları, baş ağrıları, müxtəlif xəstəliklərin müalicəsində çox gözəl təsir göstərir. Öd qovucudur. Qanaxmaları aradan qaldıra bilir, iltihabı aradan qaldırır, sidik sistemini, sistitdir. Yəni ümumiyyətlə böyrək sidik yollarının təmizlənməsində biz bilirik ki, ümumiyyətlə ishal olanda, çox zaman, hər zaman və yaxud hər hansı bir boğaz gəlmələri zamanı biz təbii ki, çoban yastığından istifadə edirik. 10 manat. Səslərə diqqət edin. Çox sağ olun. Aynur xanım, siz elə orqanizatorsuz, özünüz bağlayın həmin mikrofonu. Bir dəqiqə. Esmira xanım. Öz mikrofonunuz da bağlandı Aynur xanım. Açın, davam edin. Aha, çox sağ olun. Deməli, çoban yastığı həm öd qovucu, həm sidik yollarının iltihabı zamanı, böyrəklərdə olan hər hansı bir iltihab zamanı, sidik yollarında, sistitlər zamanı çox gözəl təsir göstərir. Ümumiyyətlə, həm mərkəzi sinir sistemində sakitləşdirir və spazma əleyhinə olduğuna görə orqanizmdə baş verən hər hansı bir ağrıları, spazmaları çox gözəl şəkildə orqanizmdən, yəni mərkəzi sinir sistemini, yəni nevrozlarda sakitləşdirə bilir. Yəni sinirləri sakitləşdirmə xüsusiyyətinə malikdir. Ürək və tənəffüs yollarında ümumiyyətlə damarların genişləndirir, ürəyin və tənəffüsün ritmini, yəni bizim nəfəs almamızın ritmini sürətləndirir və rahatlayır. Və ginekoloji xəstəliklər zamanı da bəzi görürsünüz ki, boğaz yaxalamaları və sair xəstəliklər zamanında çoban yastığını məsləhət görülür. Sonra çoban yastığı həm həzm sistemini yaxşılaşdırır. Məsələn, qaşınmalar zamanı, tərləmələr zamanı, köp, stomatit və sair xəstəliklər zamanında istifadə olunur. Bağa yarpağı, bilirsiniz ki, bağa yarpağı bizim ölkəmizdə də bitən çox unikal bir bitkidir. Mədə bağırsaq yaraları zamanı, ümumiyyətlə Pirolife, mənim bir neçə nəticələrim var ki, Pirolife mədəsində yara olan, babasili olan, mədə bağırsaq sistemində xorası olan insanlarda çox gözəl şəkildə effekt almışıq. Yəni Pirolife'ın birinci növbəli mən hər zaman yazdığım Pirolife, hər zaman bütün proqramlarda Pirolife-də, Pikdir, Pirolife, bunlar mənim ən sevdiyim sorbentlərdir. Yəni həmin bu bağa yarpağı da, xoralarda, çətin müalicə olunan yaralarda, zob xəstələrində görürsünüz, zob düyünlərinin təmizlənməsində, zobun müalicəsində çox gözəl təsir göstərir həmin bu bağa yarpağı bitkisi. Sonra bronxial asmadır, şəkərli diabetdir, bədxasəli şişlərdir. Sonra ağciyərlərdə, məsələn, ağciyərləri çox gözəl şəkildə təmizləyir. Hər hansısa bir həşərat, ilan və yaxud hər hansısa bir zəhərli bir həşərat insanı dişləyəndə onun zəhərini orqanizmdə təmizlənməsinə də çox gözəl təsir göstərə bilir. Stresi azaldır, sinir sistemini sakitləşdirir, arıqlamağa çox gözəl təsir göstərir. Bir də orqanizmdə mədə bağırsaq sistemini təmizlədiyi kimi də həm də ürək damar sistemi üçün unikal bir, ümumiyyətlə ideal bir bitkidir. Mən belə deyərdim.
Bir də çox güclü qurd qovucudur. Hətta elə insanlardan da, yəni adi bir Prolife-lə də çox gözəl şəkildə qurdların töküldüyünün şahidi olmuşuq və Qovuzcu bağa atını yarpağı da Çalmamışam ki. Süddən çalmamısan. Yox. Necə? İndi bu dəqiqə indirəcəm onu qəşəng. dərslərə diqqət edin də, xahiş edirəm. Fikrimi dağıdırsınız, yayındırırsınız. Təşəkkürlər. Deməli, bağ yarpağı da, yəni onu da vurğulayım ki, sonsuzluqdan əziyyət çəkən insanlar üçün, yəni övladı olmayan insanlara da çox gözəl şəkildə təsir göstərir. Qanda xolesterin səviyyəsini azaldır, tromblarda, damar tutulmalarında, damarların açılmasında, damarların elastikliğinin möhkəmlənməsinin üçün çox ideal bir bitkidir. Bəzən görürsünüz ki, bəzi insanlar Prolife içə bilmirlər. Niyə görə? Çünki bağa yarpağının özünün spesifik bir belə dadı var və ona görə də bəzi yeni başlayan insanlar Prolife içə bilmirlər. Yəni ürək bulanma. Bu da orqanizmdə baş verən bəzi yəni çirklənmələr, toksinlər, yəni bunu içdiyi zaman onlar da insana bir türlü də yəni o da təsir göstərə bilir və zaman keçdikcə orqanizm təmizləndikdən sonra artıq rahat şəkildə Prolife-dan istifadə edə bilirlər. Defensi haqqında məlumat vermək istəyirəm. Defens bizim bağırsaqlar üçün, ümumiyyətlə mədə-bağırsaq sistemi üçün unikal bir sorbentdir. Bağırsaqlar mikroflorasını normallaşdırır, infeksiyaları, bağırsaqlardakı infeksiyaların qarşısını alır. Orqanizm uzun müddət yəni zərərli maddələrin orqanizmin daxil olmasının qarşısını alır və o da çox gözəl şəkildə güclü qurd qovucudur. Onun da tərkibində alma pektini, sena, dağ tərxumu, kəklik otu və ənginar var. Mənim ən sevdiyim və hər zaman belə ən çox sevdiyim bitkilər arasında artişokdur. Rusca adı, Azərbaycanca adı ənginar bitkisidir. Yəni, ümumiyyətlə, qaraciyər xəstəlikləri zamanı, ürək-damar sisteminin xəstəlikləri zamanı çox unikal, ideal bir həqiqətən də bir bitkidir. Qaraciyərin toxumalarını təmizləyir, orqanizmdə qaraciyərin hüceyrələrini bərpa edir, xolesterin səviyyəsini azaldır, toksinləri, ağır metalları, duzları orqanizmdən xaric edir. Bir də tərkibində onun da A vitamini var, C vitamini var və antioksidant rolunda da iştirak edir. Tərkibində B1, B2 vitaminləri var, kaliumdur, sonra üzvü maddələr və turşular da. Yəni, bir çox xeyirli maddələr var tərkibində. Və ümumiyyətlə qaraciyərin bir nömrəli dərmanıdır. Ənginar bitkisi bir də həzmi yaxşılaşdırır və ürək-damar sisteminə də çox gözəl təsir göstərir. Bundan əlavə, bizim sorbentlər ümumiyyətlə orqanizmdə yığılan zərərli maddələri, sonra şlakları tez bir zamanda orqanizmimizə toplanan ağır metalları tez bir zamanda orqanizmdən çıxartmaq xüsusiyyətinə malikdir. Və mən məsləhət görərdim ki, ildə 2 dəfə, 3 dəfə, mən 4 dəfə edirəm. Yəni, ümumiyyətlə, ildə 2 dəfə çox güclü təmizlənmə, trigelimdir, istokçistatdır, ömrümüzün axırınacan içməliyik təbii ki. Trigelimlə ən azından ildə 2 dəfə, 3 dəfə təmizləmək lazımdır. Amma sorbentlərdir, bunları hər gün içmək lazımdır. Çünki bizim orqanizmimiz hər gün zərərli maddələrlə, patogenlərlə, allergenlərlə, xüsusən ümumiyyətlə kimyəvi qatqılarla hər gün biz orqanizmimizi qəbul etdiyimizə görə bizim bunlara ehtiyacımız var. Bunun üçün də hər gün, hər axşam ümumiyyətlə uzun müddət ömrünüzün çox yaşamaq istəyirsinizsə, xərçəng xəstəliyinə tutulmaq istəmirsiniz, ən azından hər axşam bir qaşıq Prolife bu %100 hamımıza lazımdır və mən edirəm, indi şükür Allaha və hamıya da məsləhət görürəm. Pikdir, yəni mütləq şəkildə pikdir, defensdir, Prolifedir, Joy Comfortdur. Yəni bunlar bizim orqanizmimizə hər gün bunun istifadəsi vacibdir. Mənim məlumatlarım bu qədər dostlar.
Kiminsə nəsə sualları varsa, məhsullara aid, mövzuya aid buyurun verə bilərsiniz. Buyurun, kiminsə nə sualı varsa, kimsə nəsə haqqında sual vermək istəyirsə, məhsullar haqqında. Siz sağ olun, Həlimə xanım. Çox sağ olun. Sualı olan yoxdur? Ayda xanım, deyəsən sualı olan yoxdur. Axşamınız xeyir olsun. Burada chatda bir sual veriblər. Aynur xanım, bir də ona baxarsınız. Aha, görə bilmirəm. Siz oxuya bilərsiniz səhvinizi. Sual verilir ki, pik ixsala səbəb ola bilir. İshala. Ümumiyyətlə pik, ishal zamanı unikal bir, mən deyərdim, sarkometdir. Həm mədə bağırsaq sistemində yanmalar olan zaman ishalı pik bağırsağın mikroflorasını bərpa edir. İshalı aradan qaldırır. Məsələn, kimdəsə qəbizliyi varsa, qəbizliyi aradan qaldırır. Yəni, çox gözəl, yəni ishala təsir edir. Yəni, çox gözəl. Narahatçılıq vermir. Səsli açın da, zəhmət olun. Buyurun, buyurun, Fərux. Ümumiyyətlə, mən piki o qədər çox sevirəm ki, onun haqqında saatlarla danışırım. Ümumiyyətlə, bağırsaqların mikroflorasında, bağırsaqların, yəni ümumiyyətlə, insanın cavanlaşmasına çox gözəl təsir göstərir bizim bütün sarkometlərimiz. Yəni, bunun üçün nəsə sualı olan yoxdursa, baxın. Buyurun. Bir də mən duzlaşma haqqında biraz məlumat vereyim. Orqanizmdə duzlaşma necə yaranır? Siz də sağ olun, Simuzay xanım. Sualı varsa, Simuzay xanım, səsini açıb buyura bilərsiniz. Ümumiyyətlə, duzlaşma insan orqanizmində necə əmələ gəlir? Bizim yediyimiz qidalar ki, bu orqanizmimizə yığılan toksinlər, şlaqlar, zərərli maddələr, bilirsiniz ki, ümumiyyətlə, insan yediyi hər bir yemək mədəyə düşdükdən sonra bəzi proseslərdən keçir və sonunda gəlib bağırsaqlara, qan şəklində bağırsaqlara gəlir və ondan sonra orqanizmimizə sorulur və immunitet sistemimiz yaranır. Əgər sizin qanınız təmiz deyilsə, çirklidirsə və siz gün ərzində su qəbul etmirsinizsə, bu zaman orqanizmdə duzlar və kristallar əmələ gəlməyə başlayır. Və bu da orqanizmdə yığılaraq, bilirsiniz ki, müəyyən sinir, yəni damarlarla gedərək müəyyən yerlərdə, boyunda, dabanda, dizdə duzlaşmalar əmələ gətirir. Və bunun qarşısını almaq üçün mütləq şəkildə bağırsaqlar, ümumiyyətlə, hər zaman birinci növbədə bağırsaq. Bütün xəstəliklərin səbəbkarı bağırsaqlar. Buna görə də bağırsaqlarımızı hər zaman təmiz saxlamalıyıq. Başqa sual yoxdursa, biz yekunlaşdıraq. Yəni, saat 40 dəqiqə olur. Görə bilmirəm. Aydan xanım, Bəli, Aynur xanım. nəsə sualı olan yoxdur. Organizator sizə eləmişdim də, onda bağlayın Zoom-u. Yaxşı, oldu. Sağ olun. Təşəkkür ederim. Dinlədiyiniz üçün təşəkkür ederim. Gecəniz xeyrə Çox sağ qalsın. olun. Gözəl Siz sağ məlumatlar. Təşəkkür Sağ edirik. olun. Sağ Çox sağ olun. olun, gözəl məlumatlar üçün. Bilmirəm, necə söndür.